Salam, əziz və mehriban həmkəndçilərimiz, hər birinizə Kəmki dağın ətəyində yerləşən doğma kəndimiz Dəstə və Şəhidlər bulağından salamlar. Baxın, necə bir gözəl mənzərəli yer, dağın ətəyində yerləşən kəndimizdə gözəl sizlərin sayəsində böyük bir 4600 kvadrat metr məsafədə Şəhidlər bağı salındı. Hardasa 4000'ə yaxın həmşaşıl ağaclar, gül çiçəkləri, meyvə ağacları əkilib. Gördüyünüz bağ demək olar heç bir analogu olmayan, yəni tayı bərabəri Respublikada demək olar adla tanınan Dəstəkənd Şəhidlər bağı, Şəhidlər bulağı salındı sizlərin dəstəyi ilə. Yəni belə bir bağın tayı bərabəri yoxdur. Sizə deyim, gün ərzi ən azından 500'ə yaxın uşaq gənclərimiz parkdan, meydançadan, Şəhidlər bulağından istifadə edirlər. Gəlirlər, gözəl şəkil çəkdirirlər, futbol oynayırlar, gözəl bir gün yaşayırlar. Bunların da hamısı sizlərin dəstəyi ilə yaradıldı. Allah dövlətimizi qorusun. Rayon icra nümayəndəsi Rəcəb müəllimə təşəkkür edirik ki, Rəcəb müəllimin böyük dəstəyi ilə, böyük ideyası ilə gözəl bir stadion salınıb. Yəni biz bu yaşına qədər kəndimizdə belə bir stadionun olacağını heç yuxuda da görə bilməzdik. Bu münasibətlə rayon rəhbərliyinə də təşəkkür edirik ki, Şəhidlər bulağını daha da canlandırdı. Çoxları deyir, türklər salıb. Birbaşa mən sizə məlumat vermək istəyirəm ki, bu ideyanı tender üsulu ilə Rəcəb müəllim kəndimizə qərar verib, sağ olsun salıb. Yaxın günlərdə uşaq bağçası da salınacaq. Allah razı olsun və Şəhidlər bulağının yanında 12 metrin 12 metrə böyük bir uşaq əyləncəyi də salınacaq inşallah. Allah köməyiniz olsun. Allah razı olsun. Şəhidlər bulağında da dəstəyi olan insanlara təşəkkür edirik hər zaman. Allah sizləri var eləsin. Bakıda sağ olsun. Həmkəndlərimizin böyük bir dəstəyi ilə gözəl bir qrup yaradılıb. Maşallah olsun. Xeyrinə, şərinə dəstələrin yarayan qrupdur. Biz də amin deyirik. Bu ideyanı qoruyub saxlayanlara, qrup yaradanlara həmişə təşəkkür edirik. Baxın, bu gördüyünüz sahə isə uçub viravan qoyulmuş məsafə idi, torpaq yeri idi. Biz sizlərin dəstəyi ilə buranı görün, necə abadlaşdırdıq. Baxın, belə qalmaqdansa stadion olmağı, park olmağı daha məsləhətə uyğundur. Bildiyiniz kimi rayonumuza gələn qonaqların hamısı Şəhidlər bulağını ziyarət edir. Respublika gələn qonaqlar, şəhid ailələri, şəhid sevənlər, kəndimizə Bakıdan gələn həmyerlərimiz gələndə ilk öncə hamısı elə Şəhidlər bulağını gəlib ziyarət edib, xatirə şəkilləri çəkdirirlər, videolar çəkdirirlər. Baxın, bu Şəhidlər bulağının 3 il əvvəli köhnə viravan qoyulmuş torpağımız. Sizlərin dəstəyi ilə böyük bir iş gördük və abadlaşdırdıq. Dəstək olan insanlara həmişə təşəkkür edirik, həmişə Allah razı olsun deyirik. Hər nə iş görmüşüksə Allah rızası üçün görmüşük, şəffaf şəkildə bütün hər görülən işin hesabatı qruplarda hər zaman verilib, veriləcək də. Hər bir ağac əkək aksiyası il ərzi davam edir. İstənilən insan istədiyi vaxt Şəhidlər bulağında, parkında istədiyi ağacı əkdirə bilər, əkə bilər, istədiyi ideyanı həyata keçirə bilər. Yenə deyirəm, demişəm, deyəcəyəm, bizim sizlərin dəstəyi ilə salınmış Şəhidlər bulağının analogu olmayan bir bağdır. Yəni tayı bərabəri olmayan bir bağdır ki, bütün qonaqlar birbaşa ziyarətə elə kəndimizə gəlir. Bakıda yaşayanlar da kəndimizə gəlirlər. Allah razı olsun. Sizlərin böyük bir dəstəyi ilə bu park salındı. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Dövlətimizi, bayrağı həmişə yüksəklərdə dalğalansın. Kəndimizin qəhrəmanları var, qəhrəmanların qorusun. Mayor Rövşən Nağıyevə qəni-qəni
rəhmət eləsin. Əskəri xidmətdə xidmət edən balalarımız sağ olsun. Bildiyiniz kimi bu park gözəl bir parkdır. Buradan əskəri xidmətə yola salıb, əskərlərimizi burada qarşılayıq. Ailə quran gənclərimiz xatirə şəkili zərtdirirlər burada. Məzunlarımız tez-tez gəlirlər, şəhidlər bulağını ziyarət edib özləri üçün xatirə şəkilləri çəkdirirlər. Məktəb uşaqları tez-tez gəlirlər. Hər zaman şəhidlər bulağında gənclərimizin təbəssümünə rast gəlmək olar. Uşaqların sevinci bizim sevincimiz. Böyük insanların böyük bir dəstəyi ilə bildiyiniz kimi şəhidlər bulağında gözəl. Uşaqlar üçün əyləncə parkı, məktəbə qədər uşaqlar üçün, məktəbdə oxuyan uşaqlar üçün əyləncə parkı da salınıb. Ona görə də hər bir kəsə təşəkkürlər. Bu da kəndimizdə yaradılmış Allah Taala'nın verdiyi gözəl bir yaşıllıq, mənzərə, tayı bərabəri olmayan bir mənzərədir. Bir daha kəndimizdən yaşayanlar, qürbətdə, Bakıda, Rusiyada, dünyanın hər bir yerində yaşayan, bizim videolarımızı izləyən hər bir də həmkəndlilərimizə salamlar, təşəkkürlər. Gəlin bu şəhidlər bulağına hər zaman dəstək olaq. Əgər salmışıqsa inşallah qoruyub saxlayaq da. Bildiyiniz kimi mən vasitəçisi olsam da əsas işləri siz insanlar, siz həmkəndlilər görmüsüz, gördürmüsüz. Biz də gördüyümüz işlərlə həvəs edirik. Allah razı olsun. Bu günü bizə yaşadan şəhidlərimizə bir daha Allahdan rəhmət, məkanları cənnət olsun, ruhunuz şad olsun deyilir. Allah sizlə